vardı, neçə il bundan qabaq çox dünyanı sevən adam idi. Mənə deyirdi ki, sənin övladının toyunda belə eləyəcəm. Ondan sonra özünün məsələn təxminən bir 80 yaşı vardı. Hələ bu mənim övladımın toyuna, ondan sonrasında özü belə inşallahsız filansız belə də olacaq. Bir il keçmədi, dünyadan köçdü yazıq. O doğrudan da elə bir şeydir. Yaşlı adam da arzuları qədər elə bilir ki, bu elə neçə 100 il yaşayacaq yer üzündə. Bu insanın ən böyük səhvidir. Əleyhissalam təqvalıları vəsf eləyəndə buyurur ki, tərahu qəribən əməlu. Arzuları yaxındır, yəni qısadır, uzun arzuları yoxdur. Ondan sonra buyurur ki, qəlilən zəlalu. Və bunun nəticəsində səhvi, xətası çox az olur bu adamların. Xətası az olur. Çünki arzudan azad olan adamın beyni düz işləyir, ağlı düz işləyir. Və arzunun qəribə xüsusiyyəti var, bunu deyim. Arzunun qəribə xüsusiyyəti var. İnsanın ki, arzuları uzanır, bunu eləyəcəm, onu eləyəcəm, onu nə qədər şeylər arzulayır. Arzuları uzananda insan elə bilir ki, arzuları qədər yaşayacaq. Qəribə bir şeydir. İnsan elə bilir ki, çox yaşayacaq, uzun yaşayacaq. Onda dünyanın reallığı qədər görmür, arzuladığı qədər görür. Onda dünyanı elə bilir ki, mesela arzuları nə qədərdir, özü də bilmədən bu proses beynində baş verir. Elə düşünür ki, bu bütün arzularını reallaşdırana qədər yaşayacaq. Ona görə də dünya qısa görünmür gözünə, arzuları qədər görünür. Real görmür ki, dünya qısadır.